Salam, hər vaxtınız xeyir. OTK-nın 25 yanvar 2026-cı ildə 11-ci siniflər üçün keçirilmiş buraxılış sınağı imtahanı Azərbaycan dili sualları. Sual 1. Deməli, nə deyirdi? Qovurmasınlar isiminin tərkibinə görə təhlil sxemini müəyyən edin. Sözü ayırırıq. Sözün kökü nə olur? Qovur, qovurma, qovurması, qovurmasından. Deməli, leksik, bir leksik, iki qrammatikinə doğru cavab B variantı. Hansı nümunələrdə baş üzvlərdən biri sifətlə ifadə olunub? Yaxşıları vaxtında qiymətləndirmək lazımdır. Lazımdır xəbər nə? Yaxşıları vaxtında qiymətləndirmək. Baş üzvlərdən biri nə ilə ifadə olunsun sifət ilə? Bu yurdun gözəlləri vəfalıdır. Vəfalıdır kim? Yurdun gözəlləri. Hansı yurdun bu? Xəbər sifətlə ifadə olunub, doğrudur. Yaxşılıq et, nəticəsini gözləmə. Nə et? Yaxşılıq et, nə et? Gözləmə. Nəyi? Nəticəsini. Burada yoxdur. Körpə mışıl-mışıl yatırdı. Nə edirdi? Yatırdı. Kim? Körpə. Necə mışıl-mışıl? Mübtəda nə ilə ifadə olunub? Deməli, sifət ilə. Xəstə görməyə gələnlər xəstəni otaqda əyləşmişdilər. Kim? Xəstəni görməyə gələnlər. Harada? Otaqda feil sifət tərkibi ilə ifadə olundu mübtəda, xəbərdə feillə. Deməli, doğru cavab nə qaldı? 2 ilə 4B variantı. Səhv yazılmış sözü müəyyən edin. Kirpik doğrudur, qeyri-adi, açıq qəlbi doğru deyil, bəyil doğrudur. Qaçaqaç bitişi yazılmalıdır, yanlışdır. Hər iki xüsusiyyətə uyğun sözü müəyyən edin. Həm isim, həm də feil kimi işlənə bilən amonim sözdür. Feil kimi iki fərqli leksik mənada işlənə bilər. Təbii ki, bu cızıq feil işlənə bilmir, qoyun feil işlənə bilmir, çaş sözü sifət kimi işlənə bilmir. Sonra qıraq sözü amonim deyil, çap sözü həm isim, həm də feil kimi işlənə bilən amonimdir. Çapmaq feili var, bir də çap üsulu, çap nə, kitab çapı falan isim kimi, feil kimi iki fərqli leksik mənada işlənə bilər, bu da işlənə bilər. Deməli, cavab nə qalırdı? D variantı. Köməkçi nitq hissələrin işlənmədiyi nümunəni müəyyən edin. Mən tez gəlmişdim, Fərid burada ilsədir, olduqcadır, sonra köməkçi hissəsi işlənmədiyi deyir. İndi hər tərəf yaşıllaşıb, burada deməli, indi hər tərəf yaşıllaşıb qalsın, Murad evinə vaxtında gəlsana. Sana burada ədatdır. Yol boyunca, yol boyu ilə. Caca burada nədir? Qoşmadır. Doğru cavab nədir? C variantı. Aldıqca oxuyan, uyğun fikirləri müəyyən edin. Yalnız bir cümlə üzvü olur. Aldıqca, ancaq və ancaq nə olur? Deməli, aldıqca sözün kökü aldıqca da feili bağlamadır. Bir cümlə üzvü olur, o da zərflik doğrudur. Qoşmalarla işlənə bilir. Feili bağlama belə bir imkanı yoxdur. İki nitq hissəsinin xüsusiyyətlərini daşıyır. İki nitq hissəsinin xüsusiyyətini daşıyır hər ikisi. Bu feili bağlamadır. Bu isə feili nədir? Sifətdir. Deməli, doğrudur. 1, 3. Xəbər şəklində işlənə bilər. Feili bağlama ancaq zərflik olur. 5. Oxuyandır. Məsəl üçün, xəbər şəklində ola bilər də. Oxuyandır. An feili sifətdir da xəbərdə doğrudur. 1, 3, 5. Feilin qayıdış növündədir heç biri. Deməli, 1, 3, 5, C variantı. Bağlayıcıdan sonra vergülün səhv işləndiyi nümunəni müəyyən edin. Bilirdim ki, çünki səbəb bağlayıcısından əvvəl sən çıxdın qarşıma duzla çörəklə. Burada bağlayıcı yoxdur, qoşmadır ümumiyyətlə. Elə bil, modal sözdür. Çata bilmədik, halbuki vergül burada artıqdır. Doğru cavab D variantı. Kim ki, burada da bağlayıcı deyil, şeydir, bunun deməli adı nədir? Ədatdır. Hər iki sözün, hər iki xüsusiyyətin aid olduğu cümləni. Söz sırası pozulmuşdur, əmr cümləsidir. Keçmə namərd körpüsündən qoy aparsın sellər səni. Namərd körpüsündən nə eləmir? Keçmə. Bu gəlməlidir bura. Söz sırası pozulub. Əmr cümləsi deməli doğru cavab nədir? A variantı. Sayın ismin xüsusiyyətini daşıdığı nümunəni müəyyən edin. 2 nəfər əsgər həyata daxil oldu. Nə etdi? Daxil oldu. Deməli, kim əsgər? Təhlilə ehtiyac yoxdur, bizdən nə istəyir? Say istəyir. Amma isim xüsusiyyəti. 2 nəfər sayda amma daşımayıb. Uşaqların çoxu suala cavab tapa bilmədi. Çoxu sözü burada nədir? Uşaqların çoxu mənsubiyyəti qəbul edib. Kim uşaqların çoxu? Birlikdə cümlənin bir mübtədəsidir, amma isimləşib.
Doğru cavab B variantı. Siz 6-cı sırada 6-cı say olaraq qalır. Ərazinin 5də 2-si saydı. İndi bağda meyvə azdır, nə qədərdir isimləşməyib. Deməli B variantı. Sonra 10-cu sual. 10-cu sual nə istəyir bizdən? Deyir ki, həmcinslər işlənmiş cümlə. Nə gözəl yaraşır muğana ceyran. Burada həmcinslikdən söhbət gedə bilməz. Sən də vəfasızsan, bu dünya kimi yox. Bir dön bizim Bakıya bax. Burada dön və bax. Həmcins xəbərlərdir. Kim, məsələn, sən. Biri 3-dür. Ayrılarmı könül candan? Burada da xitab işlənməsini istəyir. Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan. Deməli, ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan. Neymətsə də gözəl şeir, şair olan qəm deyir. Yox. Dəmlə çayı tök ver görək, anamın dilbər gəlini var. Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan. Azərbaycana müraciət edir, bəli. Deməli, nə qalır? 3, 4, 6. Bu da belə. Sonra isə keçək nəyə? Qayda suallarına izah etdi. Mətn suallarına. Mətn suallarında bizdən nə istəyir ona baxağın. Mətn sualları. Mətn rahatlıqla görürük, oxuyub. Sonra isə nəyə baxağın? At yarışı adlı mətindir. Rahatlıqla burada görünür. Deməli, oxuyub yazmaq lazımdır. Eyler Venn diaqramındakı hansı fikirlərin yeri dəyişdirilsə, yol vermiş səhvlər düzələr. Həsən anasının qadağası ilə qarşılaşır. Mətn oxusaq görəcək ki, Həsən anasının qadağası ilə rastlaşan kimdir? Süleymandır. Əslində bu hara olmalıdır? Bura. Sonra xəsarət alır kim? Həsən. 4 olmalıdır harda? Burada. Deməli biz nəyi dəyişəcəyik? 4 ilə 1-in yerin, 1 ilə 4-ün yerin. Düzdürmü? 1 ilə 4-ün yerində dəyişəndə cavab qalır 1 ilə 4, sonra da 2 ilə 5. Tağı əmidən ova getməyin şərtləri olduğunu öyrənir Süleyman 2. Sonra isə yarışda iştirak edir hər ikisi 5. Yəni 5 buranındır, 2 buranındır, 1 Süleymana aiddir, 4 isə kimə aiddir? Həsənə. 1 ilə 4-ün, 2 ilə 5-in B variantı. Hansı sözlə başlayan abzasda ananın qoyduğu qadağanın səbəbi məlum olur? Bu buradadır. Bazarla yarışdığımız yerin məsafəsi 2 kilometrə kimi yol var idi. Yol enli və hamar idi, qorxulu və üçdöngə idi. Deməli orada mən irəlidə, Həsən də arxadan atlarının başını buraxdıq. 2 döngəni salamat keçdi. 3 döngə olduğu üçün, o döngədə problem olduğu üçün ana qorxurdu. O da hansı sözlə başlayan abzasda ananın qoyduğu qadağan hansı idi? Bazarla sözü ilə başlayan. Mətndə hansı xüsusiyyətləri ilə fərqlənən atlar var? Deməli burada var dişi at, nədir? Sonra var idi, nə var idi? 2 yaşlı at, biri də olmalıydı. Rəng söhbəti məsələsi var idi. Rəng söhbəti hardaydı? Deməli dişi, bu, sonra hansı idi? Deməli baxırıq. Nə var burada? Rəngi ilə, deməli 2 rəngi ilə. Bir dəqiqə rəngində tapaq bunun. Hansı idi o? Gəldi. 2 yaşlı dedik bunu. Dişi at. 3 döngə. Valla 3-cüsü hansı idi? Bir dəqiqə mötərizənin içində olmalıydı. 3-cüsü. Deməli 2 yaşlı. Baxın. Yaş söhbəti var. Sonra cins söhbəti var. Deməli 3, 4. Açıq şabalı rəngli. Bir də dediyim kimi nə idi? Rəng idi. 1, 3, 4 cavabı varmı? E variantı. Əsərin müəllifi altından xətt çəkilmiş hissə ilə bu fikri çatdırmaq istəmişdi. Bizlər at üstündə böyümüşük deyə onu sakit etdi. Yəni at üstündə böyümüşük, narahatlığın əsası yoxdur. Ailə daxilində sənin münasibəti var. At minmək artıq nə eləyib? Bir ənənəyə çevrildiyini deyirdi. Doğru cavab nə idi?
C variantı. 15. Mətnə əsasən doğru fikir müəyyən edin. Ovçular üçün qızıl quş ovuna getməyin xüsusi bir şərti yoxdur, vardı. Axı deyir, Tağı əmi kimi quş ovuna getmək. Bunların birincisi Tağı əmi razı oldu, ikincisinə isə hələ ova gedən vaxtın deyil. Gələn il səni qırğı ilə bildirçin ovuna aparacağım. Qızıl quş ovuna atla gedərlər. Şərti var idi. Süleyman deməli at sürmək sayəsində özünü doğrulda bilmir, bilir. Deyil B. Mətni söyləyən yalnız ilk istəyinə nail olur. Bəli, Süleyman ilk istəyinə nail olur. Birinci ova getmək, at minməkdir. İkinci isə ova getməkdir. İki arzum var idi. Bir at minmək, sürmək, bir də nə idi? Quş ovuna getmək. Demək nə idi? 15-də doğru cavab C variantı. Sonra digər qapalı sualları dediksə, keçəyin açıq suallara. Açıq suallarda bizdən nə istəyir? Ona baxağın. Giriş hissə verib. Bura nə yazmaq olar? Giriş hissəyə. Bir dəqiqə. Giriş hissəyə yazmaq olar. Deməli, 2 arzu. Giriş hissəyə nə yazmaq olar? 2 arzu. Arzu. Sonra nəticə hissəyə nə yazmaq olar? Ona baxağın. Nəticə hissə bu idi da. Məşhur olan bu sınıqçı uzun il sınıqçı uşaqlar üçün yazdığım Nurəddin adlı belə deyək də, buna da yazmaq olar. Yazmaq olar. Deməli, nə yazmaq olar buna da? Məşhur sınıqçı. Məşhur sınıqçı. Yazmaq olardı. 16. Mətndə nöqtə yerinə uyğun ifadə yazmaqla cümləni eləyin, tamamlayın. Mətnimizdə nöqtələr bunlardır, baxağın. Deməli, nöqtələrimiz hansılardır? Bu idi da. Sınıqçı kömək olmasaydı, Həsən ömürlük şikəst qala bilərdi. Düzdürmü? Bilər. İndi biz bunu nə eləməliyik? Bura nə yazmaq? Nöqtəyə uyğun fikir. Yəni, ömürlük şikəst qalardı. Yeriyə bilməzdi. Yeriyə bilməzdi. Oynaya bilməzdi. Bilməzdi. Və sair verilir axır. Mətnə əsasən sonuncu cümlədə boşluğun yerinə sınıqçının xüsusiyyətləri, boşluqların yerinə bu idi. Tip təsili olmasa da, deməli, bunu nə yaza biləcək? Tip təsili olmasa da, cümləni tamamlayın. Tip təsili olmasa da, bilik və təcrübəsi, sonra bacarığı, bu kimi fikirlər yazmaq olardı. Buradaydı da, deməli deyirdi ki, nə istəyirdi? Tip təsili olmasa da bilik və bacarığı ilə, təcrübəsi ilə məşhur olan sınıqçı uşaqlar üçün yazdığım Nurəddin adlı hekayəni yad etmişəm. Olardı bu. Sonra deməli, bilik və təcrübəsi fikrini yaza bilərik. Mətnə əsas sonuncu cümlədə boşluğun yerinə sınıqçı xüsusiyyətlərini ifadə edən sözlər yazın. Mətnə əsasən 18-i yazdıq. 19. Üzərinə rəqəm yazılmış sözlər və cədvəl. Deməli, sözlərin qarşılığı, qarşılıq işləndiyi kənar cümlə. Üzərinə rəqəm yazılmış sözlər hansılar idi? Bunlar idi həmin sözlər. Biri hamar idi. Göründüyü kimi bu idi, hamar birincisi. İkincisi hansı sözü idi? Qabaq ki. Hamarı nə yaza bilərik? Hamara yaza bilərik ki, deməli, hamara qarşılığı düz. Biz düz yerlər gəzdik. Düz yerləri daha doğrusu. Sonra nə var idi? Düz, bir də birincisi daha doğrusu, yəni bu yazılışda getdi, səhv getdi. 2
düz idi. Yəni bu 2-dir, belə deyək. Bu da nə olsun? 1 olsun da. Hamar nə deməli? Hamar idi, daha doğrusu düz idi. Mən səhv anladım. İkinci söz hansı idi? Birinci dedik ki, düz idi. İkinci sözümüzün adı nə idi? Hə, qabaqçı. Düzü yazdıq ora. Düz hamar. Biz düz yazıq. Qabaqçı nə olar? Qabaqçı da olar nə? Əvvəlki. Əvvəlki. Məsəl üçün, əvvəlki kitablar maraqlı idi. Çərçivə daxilində verilmiş cümlənin mətn üsulu səcəvə xüsusiyyətinə uyğun təkmilləşdirib yenidən yazın. Bu da hansı söz idi? Üçüncü döngəyə xeyli qalmış. Həsən gəlin məni keçdi. Rahat bir şey, üslubu xüsusiyyəti, bədii məna üslubdur və ona uyğun nə eləməliyik? Zənginləşdirməliyik. Döngəyə xeyli qalmış. Həsən ildırım surəti ilə gəlin məni keçdi. Nə bilim, işıq surəti ilə gəlin məni keçdi. Bu kimi fikirlər yazsaq doğru hesab edilər. Sonra keçirik 20-ci suala. 20-ci sual nə istəyir bizdən? Deyir ki, 20-ci sual yaşıl enerji, sual işarəsi, sonra isə bax, bunun nə şərtləri? Sual, sonra isə şərtləri. Mətnə əsasən yaşıl enerjinin tələbatın artırılmasının səbəbləri nədir? Bax, burada girişdə verilib əslində o. Əhalinin sürətlə artması, ekoloji problemlərin dərinləşməsi, enerji sahəsində yeni yanaşmaların formalaşmasını zəruri etmişdir. İndi biz ona uyğun baxırıq. Burada nəyi yaza bilərik? Yaza biləcəyimiz fikirlər. Əhalinin artması 2, texnoloji köhnəlməsi yox, texnologiyaların, sənayenin zəifləməsi yox, ekoloji problemlərin dərinləşməsi. Ekoloji problemlərin dərinləşməsi və əhalinin artması yaşıl enerjiyə tələbatın artmasının əsas səbəbləridir. C variantı. COP29 və Dünya Şəhər Forumunun dair məlumatların mətndə verilməsi, bu da buradadır da göründüyü kimi. Yəni COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyətin ölkəmizin iqlim siyasətinə olan etimadını göstərir. 2026-cı ildə Dünya Şəhər Forumunun Azərbaycanda keçirilməsi də planlaşdırılır ki, bu da ölkəmizin ekoloji planlaşdırmada etibarlı tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir. İndi ona uyğun olaraq cavab nə qalardı? Azərbaycanın ekoloji siyasətinə beynəlxalq etimadın vurğulamaq. D variantı. Mətnə əsasən ənənəvi enerji mənbələrinin əsas mənfi təsiri nədir? Ənənəvi enerjinin əsas mənfi texnoloji geriliyi deyildi. Enerji istehsalının azalması, su ehtiyatlarının çoxalması, istiliyin artması, karbon emissiyalarının artması. Mətndə bu vardır. Yaşıl enerjinin sosial-iqtisadi üstünlüklərdən biri hansıdır? İş yerlərinin yaranması. Bəli. Sosial-iqtisadi baxımdan üstünlüyə var. Bu sahədə texnoloji yeni iş yerlərinin burada vardır. Yaradılması iqtisadi artıma təkan verir. Sonra doğrudur, yanlışdır. Uyğun fikirlər. Yaşıl enerji mənbələrinin karbon emissiyalarını artırır. Bu yanlışdır. Ənənəvi enerji artırır onu. Yaşıl enerji bərpa olunan mənbələrdən alınan enerjidir. Doğrudur. Yeni texnologiyaların tətbiqi iqtisadi artıma təkan verir. Bu doğrudur, amma yanlışın altındadır. COP29 Azərbaycanın keçirilməsi iqtisadi tənəzzül deyildir. Yanlışdır. 2-4, sonra 2030-cu ilə qədər bir də proqnoza baxırıq da burada. Elektrik enerjisinin böyük hissəsi bərpa olunan mənbələrdən əldə olunacaq. Bu da mətndə öz əksini tapmışdır. Bu da bir proqnoz idi. 2-4, 5 bərpa olunan mənbələr hesabına istehsal olunan enerjinin havanın çirklənməsinin qarşısını alır. Bu proqnoz deyil də, fakt idi. Doğru cavab nə idi? Deməli, E variantı. Ənənəvi enerji bərpa olunan deyil. Sonra onunla bağlı nələri yazmaq olar ora? Deməli, ənənəvi enerji burada verib. Ənənəvi enerji ətraf mühitə vurduğu zərər, xüsusilə karbon emissiyalarının müəssisələrdən, evlərdən, avtomobillərdən atılan tullantılar ətraf mühiti çirkləndirə bilər. Sonra iqlim dəyişməsini sürətləndirə bilər. Sonra bu kimi fikirlər yazsaq, ora necə deməli doğru olar. Sonra 27 müddəa yaşıl enerjiyə keçid gələcək nəsillər üçün də əhəmiyyətlidir. Deməli, yaşıl enerjiyə keçid qlobal problemlərin həllində
enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bura bunu yazmaq olar. Bu hissəni enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Enerji təhlükəsizliyinin təmin olunması həlledici rol oynayır. İnsanla təbiət arasında tarazlığın qorunmasına xidmət edir. Gələcək nəsillər üçün əlverişli əhəmiyyətlidir. Bunu verib müddəa kimi. Sonra əvvəldə də var, burada da var. Dövlətin əsas istiqamətlərindən biridir. Yəni bu fikirlərdən hər hansı birini yazsaq, 2 fikir yazsaq, bu müddəyə uyğun fakt yazsaq doğrudur. Qarşısına işarə qoyulmuş sözlərin mənası. Biri xarici sərmayədir. Budur da sərmayə. Biri isə etimaddır. Sərmayə nə deyə bilərik? Sərmayə deyə bilərik kapital, vəsait, sonra investisiya yazmaq olar. Etimad nədir? İnam. Üzr istəyirəm, bunu səhv getdim. Bura yox. Deməli, hara yazmaq lazım idi? Etimada yazmaq lazım idi nə? İnam, kapital, vəsait, investisiya. Hər hansı investisiya yazsaq doğrudur. Bu neçənci? 28-ci sual. Sonra isə neçəyə keçirik? 29-cu suala. Nə istəyir? Mətnin aid olduğu üslubu xüsusiyyətlər istəyir bizdən. Aid olduğu üslubu xüsusiyyətlər nədir? Yaza bilərik ki, kütləvilik, aydınlıq, anlaşıqlı, mətbuat dili, sair və ilə axır. Mətnin başlığındakı adındakı sual cümləsi nöqtəyinə uyğun fikir yazmaqla cümləni nə eləyin? Tamamlayın. Nə yazmaq olardı bura? Yaşıl enerji. Nə yazmaq olardı həmin yerə? Nədir? Bu da bizim 30-cu sualımızın cavabı. Deməli, nə yaza bilərdik buraya? Yaşıl enerji nədir? Bu qədər. Növbəti videolarda görüşənə qədər.